Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədən danışıb. Qlobal İnfaz xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım eləyib. 44 günlük müharibənin qarşısını almaq üçün Qarabağ məsələsinin təsəvvür etdiyimiz legitimliyini beynəlxalq legitimliyə uyğunlaşdıracaq bir şey lazım idi. Nəzəri cəhətdən baxışları uzlaşdırmaq mümkün olsa da, praktik olaraq belə deyildi. Çünki 1990-cı illərin əvvəllərindən bizim Qarabağ məsələsinin həlli üçün təsəvvür etdiyimiz legitimlik ilə beynəlxalq ictimaiyyətin təqdim etdiyi legitimlik bir-birindən ayrılmışdı və aralarında uçurum yaranmışdı. Biz ilk addım olaraq Qarabağın Azərbaycanın bir hissəsi olmasını qəbul etməli idik. Başqa variant yox idi. Əgər düşünürsünüzsə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, o zaman bəli, bu mənim səhvimdir. O qeyd edib. Nikol Paşinyan şərhlərdə onu günahlandıran vətəndaşlara da cavab verib. Əlbəttə ki, 44 günlük müharibənin yaranmasında mən məsuliyyət daşıyıram. Həmçinin 2022-ci ilin oktyabr ayından bəri həyata keçirdiyimiz siyasətlə bağlı da bu belədir. Qarşıdan gələn seçkilərdə məsuliyyətimizi xalq müəyyən eləyəcək. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.